En istedadlı ve yaradıcı insanların doğulduğu aylar, astrologiyada enerjisi, təsəvvürü və orijinallığı ilə seçilən bürclərin təsiri altında olur. En doğru prognoza göre bu aylar bunlardır. Fevral, Dolça ve Balık bürcləri dövrü. Bu aylarda doğulanlar qeyri-adi düşünce tərzine malikdir. Dolçalar yenilikçi, teknoloji ve farklı ideyalar yaradır. Balıklar ise sənət, musiqi ve intuisiya ile parlayır. Avqust, şir bürcü dövrü, şirlər səhnə istedadı, liderlik və bədii qabiliyyəti ilə seçilir. Yaradıcılıqda özünü ifadə etməyi sevirlər, istedadları ilə başqalarını ilhamlandırırlar. Sentyabrın əvvəli, qız bürcünün başlanğıcı, bu dövrdə doğulanlar mükəmməllik axtarışı və analitik düşüncə sayəsində dizayn, yazı, musiqi və planlaşdırmada yüksək bacarıq göstərirlər. Mayın sonu, iyun əvvəli, əkizlər bürcü dövrü. Bu vaxt doğulanlar çox istiqamətli, ağıllı və çevikdirlər. Danışıq, yazı, ideya istehsalı və kommunikasiya sahəsində xüsusi istedada sahibdirlər. Qısa məsləhət. Əgər bu aylarda doğulmusan, yaradıcılığını gizlətmə. Öz ideyalarını paylaşmaq və onları həyata keçirmək bu il sənin üçün böyük uğurlar gətirə bilər. İstəsən, mən sənə ən istedadlı 5 bürc üçün ayrıca proqnoz da yaza bilərəm. İstəyirsən yazım.